Mehdi bəy İsmailov Azərbaycan Dövlət İqtisad Universitetinin ilk rektorudur. Mehdi bəy İsmailov 1901-10-cu illərdə kommersiya məktəbində təhsil alıb. O burada hesabdar ixtisasına yiyələnib. Sözü gedən təhsil Mehdi bəyin gələcək iqtisadi və pedaqoji fəaliyyətinin istiqamətini müəyyənləşdirib. Mehdi bəy daha sonra Moskva Kommersiya İnstitutunda iqtisadçı ixtisası üzrə oxuyub. 1918-20-ci illərdə isə Bakı və Qusar şəhərlərində axşam məktəblərində müəllimlik edib. Bu, onun xalq maarifinə xidmət etmək missiyasının ilkin nümunəsi idi. Mehdi bəyin karyerasının zirvəsi 1930-cu ildəki hadisə ilə bağlıdır. Həmin il indiki Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb. Mehdi bəy onun ilk rektoru təyin edilib. Bu institut müstəqil Azərbaycan iqtisadi elminin və kadr hazırlığının fundamental bazası olaraq yaradılmışdı. Mehdi bəyin rektorluğu 1934-cü ilin aprel ayına qədər davam edib. Bu müddət ərzində o, ali məktəbin ilkin təşkilatlanmasında həlledici rol oynayıb.